Beləliklə mənim növbəti həmsöhbətim 525-ci qəzetin şöbə müdürü və idman jurnalisti İlqar Tağıyevdir. İlqar bəy, sabahınız xeyir olsun. Hər vaxtınız xeyir. İlqar bəy, milli komandanın heyətindən danışırıq bugün, amma mən istəyərdim ki, mövzudan əvvəl bir balaca bu FIFA seriyasından danışaq. Millimizin qazandığı ilk kubok oldu. 6-1'lik qələbə, ardından da penaltilər seriyasında qazandığımız əldə etdiyimiz qalibiyyət bizə kuboku gətirdi. Nə düşünürsünüz? Necə dəyərləndirirsiniz ümumiyyətlə bu nəticəni? Ümumiyyətlə nəticə yaxşı dəyərləndirirəm. Nəyə görə? Ən azından kubok Bakıdan heç adı getmədi, Bakıda qaldı. Yəni belə təsəvvür eləyək. Biz hansısa bir komandaya 2 rəqibdən birinə məğlub olaraq kuboku əldən versəydik nə olacaqdı? Bax, onda faciə onda olacaqdı. Yəni bəlkə də Ayxan Abbasov, futbolçular həm də ona görə sevindirdilər ki, bu boyda qanaqdan canlarını qurtarıblar. Yəni istənilən qələbəyə əlbəttə sevinmək lazımdır. Düzdür, sosial şəbəkələrdə azarkeşlər arasında, istər də həmkarlarımız arasında fərqli yanaşmalar oldu. Fərqli yanaşmalar oldu. Bəli, stəkan yarıya kimi doludur, yoxsa stəkan yarıya kimi boşdur. Yəni pozitiv və negativ yanaşanlar da oldu. Bəziləri hətta qınadılar ki, məsələn, Tural Qurbanovla bağlı bəzi fikirlərə rast gəldim. Qol vurandan sonra o sevincini açıq şəkildə biruzə vermək, daha təmtəraqlı qeyd eləmək. Bu Turalın içindəki bir hirs idi. Futbol oynayanlar bunu yaxşı bilir. Futbolçuların içərisində bir hirs idi və o hirsi tökmək üçün bir qığılcım lazım idi, partlayış lazım idi. Tural da bunu qol vurmaqla həmin partlayış içindən atdı və rahatlaşdı. Yəni futbolçular məni daha yaxşı başa düşərlər. Ümumi götürəndə, yəni yenə deyirəm, kubokun Bakıda qalmağı yaxşı oldu. Düzdür, final oyununda komandamız əsas vaxtda qalib gəlsəydi daha yaxşı olardı. Biraz bu penaltilər seriyası adamın kobud desəm zəhləsini tökdü, çox uzandı. Amma yenə də sonunda yaxşı ki, komandamız qalib gəldi. Bu həm azarkeşlər üçün bir motivasiya idi, həm futbolçular üçün bir motivasiya idi. Həm də yenə də deyirəm, ən əsası kubokun Bakıdan getməsi böyük bir faciə deyək, faciə ilə nəticələnə bilərdi. Hansı ki, həmin o təzyiqlə nəticələnə bilərdi. O təzyiqdən də inanmıram ki, nə Ayxan Abbasov, nə də futbolçular dırnaqarası sağ çıxa bilərdilər. İlqar bəy, keçək növbəti məsələyə. Heyət. Millinin heyətində yeni futbolçular da var idi. Zədədən məsələn o qayıdan futbolçular da var idi. Dəvət olunmayanlar da oldu. Biraz əvvəl mən belə bu mövzu barədə danışanda da qeyd edildim. Mahir Əmrəli dəvət olunmamışdı. Halbuki o zədədən qayıdıb Karjaslautunda hətta qol da vurdu keçən dəfə. Yəni adam çalışır nəsə eləməyə. Oynamaq istəyir. Vaxt vermirlər məsələn Almanya Bundesligasında. Bəlkə milliyə gəlsəydi daha da motivasiyalı olardı. Nərman gedib Okeanın Otayına onu ümumiyyətlə dəvət etmədilər. Bu barədə nə düşünürsünüz? Millinin hazırki heyəti, yəni ən azından son 2 maçdakı heyəti istiqanə etdimi? Əslində bizim hər iki komanda ilə müqayisədə Azərbaycan daha səviyyəli, daha güclü komandadır. Yəni əsas da Saint-Lucia ilə müqayisədə. Yəni burada belə deyək, Nərmanı Okeanın Otayına yeni gedib və onu bu turnir üçün, daha ciddi oyunlar üçün yox, bu turnir üçün dəvət edib. Sonradan bir də yəni bir gün üzü bəri, bir gün geriyə bu Nərmana oradakı karyerasına da ciddi təsir göstərə bilərdi və yaxud Mahirlə bağlı ola bilər onun səbəbini Ayxan Abbasov daha yaxşı bilir. Bilmirəm onunla bağlı Mahirin çağırılmasıyla bağlı açıqlama verib yoxsa yox, amma bu tip futbolçular hansı ki bunlar millidə öz yerlərini tutublar. Artıq bunlar nəyə qadir olduqları, bunların nəyə qadir olduqları bilinir və istənilən zaman millinin əsas heyət üzvlərinə çevrilə bilirlər. Bunları məncə öz komandalarında, öz klublarında daha rahat olmaları üçün bir şans yaratmaq lazım idi. Məncə bunu səhv addım hesab etmirəm. Əvəzində nə oldu? Əvəzində yerli futbolçular və ilk dəfə milliyə çağırılanlar şans qazandılar.